TikTok platformunda Hıqı ləqəbi ilə tanımlanmış sosial media fenomeni Həqiqət 10 sutkalıq inzibati həbs cəza salıb. Onun həbsinə səbəb nədir? Xəbərin ünvanı xəbər verir ki, fenomenin həbsi onun sosial şəbəkələrdə nalayiq ifadələr işlətməsi ilə bağlıdır. Məlumata görə bu ateşli dönemdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında məhkəmə qərarı ilə ona 10 günlük həbs tədbiri tətbiq edilib. Hıqı kimdir? Hıqı TikTok platformunda müxtəlif məzmunlu videolar ilə izləyicilərinin marağını cəlb edən fenomenlərdən biridir. O, xüsusilə gündəmdə olan mövzulara verdiyi sərt və bəzən qalmaqallı reaksiyalarla tanınır. Onun saxlanılması ilə bağlı xəbər yayıldıqdan sonra sosial media platformalarında geniş müzakirələr başlayıb. Bəzi istifadəçilər bu qərarı düzgün hesab edərkən, digərləri bunun sərt cəza olduğunu bildirirlər. Siz nə düşünürsünüz? Sizcə, sosial media fenomenlərinin sərhədləri harada olmalıdır? Fikirlərinizi şərhlərdə bölüşməyi unutmayın. Daha çox xəbər üçün kanalımıza abunə olun və bildirişləri aktiv edin.